Bu əsas bölmədə digər obyektlərdən fərqli olaraq, baxın, основная sxema komponovka данных, məlumatların əsas tərtibatı sxemi. Yəni bu bölmə, bu sazlama sırf hesabat obyektində olur. Digər istər spravочник olsun, istər dokument, onlarda bu sazlama bölməsi yox idi. Bu həmin sxem vasitəsilə, bu məlumatların tərtibatı sxema komponovka данных vasitəsilə biz rahat şəkildə öz hesabatımızı qura bilərik. Amma burada bir məsələni də qeyd edim ki, bu hesabatı qurmaq üçün yeganə üsul deyil və gələcək dərslərimizdə də biz bütün bu metodlarla, üsullarla tanış olacaq və onları da öyrənəcəyik. Sonra digər bölmə bu podsistema, alt sistem. Biz bazaya, yəni konfiqurasiyaya əlavə etdiyimiz hesabatı alt sistemlərə, yəni gələcəkdə indi fərqli alt sistemlər əlavə etdikdən sonra burada onların siyahısı olacaq. Hesabatımızı həmin alt sistemlərdən birinə və yaxud da bir neçəsinə əlavə edə bilərik.